Salam, səlam. Bugün Göyün Adresində Cəlala Gültəkin məsəlini təmizləyəcəyik. Gəlin səhəriniz. Salam, bir daha biz baxın bu günləri bu məscidin xalçasının təmizliyinə gəlmişik. Görürsünüz də yəqin ki nə qədər ərazidir və orada da belə deyək otaqdan sonra keçənədə qadınların yeridir. Oranın da təmizliyi olacaq. İnşallah belə deyim təmizləndikcə biz sizə çəkib paylaşacağıq ki təmizlik necə olur və bizim şirkət nə işlərə qadirdir, nə işlər görə bilir, nə gücə qadirdir. Siz də arxayınlıqla bizlərə belə deyək də yumuşaq mebellərinizi, divanlarınızı, stollarınızı, matraslarınızı etibar eləyə bilərsiniz. Bir Sumqayıtda neçə müddətdir ki xidmət göstərik, fəaliyyət göstərik. Yəni az çox da olsa, yəni insanların etibarın, güvənin qazanmışıq.